Salam, hər vaxtınız xeyir olsun. Deməli, 4-cü sinifə aid belə bir sahə məsələsi. Sahəsi 400 sm olan kvadratı 4 bərabər kvadrata ayırdılar. Bir kiçik kvadratın perimetrini tapın. Əgər bir kvadratın sahəsi 400-dürsə, S bərabərdir 400, onda A bərabərdir 20-dir. Belə bir kvadrat çəkək. Biraz kvadrata oxşamadır. Deməli, tərəfi 20. Əgər bunu 4 bərabər kvadrata ayırıblarsa, onda ancaq belə şəkildə mümkündür. Deməli, burada 22 hissəyə ayrılanda tərəflər 10-10 olur. Onda kiçik kvadratın perimetrini istəyir. P bərabərdir 4A olduğuna görə A-mız da 10'dur. 4'ü vuram ona 40 vəssalam. Perimetrləri cəmi istəsə, burada 4 balaca xırda kvadrat var. Biz birini tapdıq 40 idi. Onda 4'ü olacaq. Deməli 160. Sahəsini istəsə, onun kvadratı eləyəcək 100. Sahələri cəmini istəsə, 100 vurulsun 4. Yenə əvvəlki sahəyə qayıtdıq, fikir verirsiniz.